Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib. Məlumata görə hadisə Nəsimi rayonu Azadlıq prospektində 28 Mall Ticarət Mərkəzinin düz qarşısında baş verib. 1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıblar. Plakatın üzərində Əhmədi sülh və işıq dinini təbliğ edən şüarlar, eləcə də Abdullah Haşim zühur edib kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin də diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və Əliyevlə Cavadovu ərazi üzrə 22-ci polis şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayıblar, əməllərinə davam ediblər. Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib. Qeyd eləyək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El Sadıqın qurucusu olduğu sülh və işıq dininin mənsubu kimi təqdim edirlər. 83-cü il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü ikinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib. Onu da bildirək ki, bir müddət əvvəl Aropol dininə sitayiş edənlər fəvvarələr meydanında da aksiya keçirmişdir.